Salam dəyərli dostlar. Bugünkü video dərsimizdə yenə fonetika ilə bağlı bəzi xırdalıqları nəzərinizə çatdırmaq istəyirəm. İlk olaraq onu deyim ki, tərkibində ov, öv, ö və ə hərf birləşmələri olan sözlərin tələffüzündə heç bir dəyişiklik baş vermir, səs düşümü baş vermir. Məsələn, tövlə yazılır, tövlə olaraq deyilir, dovğa yazılır, dovğa olaraq deyilir, söhbət, dəhşət yazılır və söhbət, dəhşət olaraq deyilir. Tərkibində AI, IA, EI, İE, İO, İU, UI və AÜ hərf birləşmələri olan sözlərin tələffüzü zamanı bu sahitlərin arasına Y samiti daxil edilir. Məsələn, radius, radius, radio, radio, ailə, ailə və s. Ancaq burada riayət sözünə diqqət eləyək. Baxmayaraq ki, tərkibində IA hərf birləşməsi var. Bunun tələffüzündə Y samiti artırılmır. Riayət sözünün tələffüzündə riayət kimi tələffüz olunur. Yəni A uzanır və Y samiti artırılmır. Tərkibində AE hərf birləşməsi olan sözlərdə A uzun tələffüz edilir. Bəraət, şücaət və s. Və burada bir qeydimiz var. Nədir bu qeydimiz? Bu sözlər, burada yazılan sözlərin tələffüzündə heç bir səs uzanması baş vermir. Heca, müəmma, hazırki, hesab, məhsul, vitamin, cümhuriyyət, təsadüfən, cürətli, çavuş, əyar və dəhşətli. Bu sözlərin tələffüzündə diqqətli olaq, səs uzanması hadisəsi baş vermir. Bugünkü mövzumuz bu qədər. Növbəti mövzularda görüşərik.